Salam, hər birinizi xoş gördük. Lənkəran rayon Yuxarı Nüvədi kənd Mais Mirzəcanov adına tam ortalığı təhsil məktəbi radio qovşağı efirdədir. Aparıcınız mən 11-ci sinif şagirdi Şəfəqət Sadə Azəri. Bugünkü mövzumuz görkəmli oftalmoloq, alim, akademik Zərifə xanım Əliyevanın doğum gününə həsr olunub. Bugün görkəmli oftalmoloq, alim, akademik Zərifə xanım Əliyevanın doğum günüdür. Bu dünyaya insanlara nur paylamaq, xeyirxahlıq etmək üçün gəlmişdir Zərifə xanım Əliyeva. Onun ömür yolu, gələcək nəsillərin həyatına işıq saçır, xalqa tükənməz bir xəzinə bəxşidir. O, günəş qədər parlaq ürək sahibi, yüksək mənəviyyat, daxili zənginlik simvolu idi. Qəlbini şam kimi əridib, ondan xeyirxahlıq, işıq umanların yoluna nur siləmək üçün yaradılmışdır Zərifə xanım Əliyeva. Azərbaycan Respublikasının əməkdar elm xadimi, tibb elmlər doktoru, Azərbaycan Elmlər Akademiyasının akademiki Zərifə Əziz qızı Əliyeva 1923-cü il aprelin 28-də Şərur rayonunun Şaxtablı kəndində anadan olmuşdur. 1942-ci ildə orta məktəbi bitirdikdən sonra o, Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə profilaktika fakültəsinə daxil olmuş və 1947-ci ildə həmin institutu müvəffəqiyyətlə bitirmişdir. Sonra Moskva şəhərində Mərkəzi Həkimlər Təkmilləşdirmə İnstitutuna oftalmologiya üzrə ixtisaslaşdırma kursu keçmişdir. 1950-ci ildə Zərifə xanım Əliyeva aspiranturaya daxil olmuş və 1953-cü ildə oranı bitirmişdir. 1957-ci ildə Azərbaycan Elmi Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1960-cı ildən 67-ci ilə də böyük elmi işçi, 1967-ci ildən isə Əziz Əliyev adına Azərbaycan Həkimlər Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, görmə orqanının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri vəzifələrində çalışmışdır. İllər boyu apardığı müşahidələri, klinik tədqiqatların və təcrübələrin nəticələri Zərifə xanım Əliyevanın dünyanın ən məşhur oftalmologiya mərkəzlərindən birinə Helmholtz adına Moskva Göz Xəstəliklərinin Elmi Tədqiqat İnstitutunda müdafiə etdiyi Azərbaycan bir sıra kimya müəssisələrinin işçilərinin görmə orqanının vəziyyəti mövzusunda doktorluq dissertasiyasının əsasını təşkil etmişdir. 1977-ci ildə Zərifə xanım Əliyeva tibb elmləri doktoru alimlik dərəcəsi almışdır. Onun Azərbaycanda oftalmologiya elminin inkişafında xidmətləri ölçüyə gəlməzdir. Görkəmli alim, vaxtilə Azərbaycanda geniş yayılmış traxomonun, xüsusilə kimya və elektron sahələrdə peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox samballı tədqiqatlar aparmışdır. Eyni zamanda terapevtik oftalmologiya, diaqnostikanın əsasları kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərsliyi və dərs vəsaitini, 150-yə yaxın elmi işi, bir ixtira və 12 səmərləşdirici təklifin müəllifidir. Zərifə xanım Əliyeva yüksək ixtisaslı kadrların hazırlanmasına böyük əmək sərf etmişdir. Onun birbaşa rəhbərliyi ilə gənc alimlərin və həkimlərin, oftalmoloqların xüsusi bir nəsil yetişmişdir. Görkəmli alim tələbələrinə zəngin həyat təcrübəsini öyrətmiş, onlara diqqət və qayğı ilə yanaşmışdır. Zərifə xanım Əliyeva Mütləq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətini, Sovet Sülh Müdafiə Komitəsinin Azərbaycan Oftalmologiyası Cəmiyyəti İdarə Heyətini, Vestnik Oftalmologiyası jurnalı Rəyasət Heyətinin üzvü olmuşdur. 1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə, görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə Professor Zərifə Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata SSR Tibb Elmlər Akademiyasının akademik Averbax adlı mükafatına layiq görülmüşdür. Qeyd etmək lazımdır ki, Professor Zərifə xanım Əliyeva həmin mükafata layiq görülən ilk qadın olmuşdur. Apardığı elmi tədqiqatların yüksək səviyyəsi, onların sosial əhəmiyyəti, ictimai fəallığı, pedaqoji istedadı çoxillik elmi tədqiqat işlərində böyük xidmətləri layiqincə qiymətləndirilərək 1983-cü ildə Zərifə xanım Əliyeva Azərbaycan SSR Elmlər Akademiyasının akademiki seçilmişdir.
Zərifə xanım Əliyeva elmdə ilk dəfə olaraq yod və şin sənayesi işçilərinin görmə orqanında yaranan peşə xəstəliklərini öyrənmiş və bu xəstəliklərin profilaktikası tədbirlərini işləyib hazırlamışdır. Onun bu istiqamətdə apardığı elmi tədqiqat işləri dünya ədəbiyyatında bənzəri olmayan nadir tədqiqatlar sırasındadır. Böyük alim uzun illər Respublikanın ondan artıq iri sənayesinin müəssisələrində geniş miqyaslı elmi tədqiqat işləri aparmışdır. O, elmi pedaqoji fəaliyyətində təkcə çoxşaxəli elmi tədqiqatlar işləri aparmaqla kifayətlənməmiş, yüksək ixtisaslı gənc alim kadrların yetişdirilməsində və avtonom həkimlərin ixtisaslarının artırılmasında işinə xüsusi əhəmiyyət vermişdir. Görkəmli dövlət və elm xadimi, bütün bilik bacarığını xalqa xidmətə sərf etmiş Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanım, valideynlərinə layiqli bir övlad, məşhur alim, tanınmış həkim, istedadlı insan, sədaqətli ömür yoldaşı və qayğıkeş ana idi. Zərifə xanım Əliyeva eyni zamanda müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü, vətəninin, xalqının tərəqqisini həsr etmiş dahi şəxsiyyətin ümumili lideri Heydər Əliyevin vəfalı ömür gün yoldaşı, sədaqətli dostu və etibarlı safdaşı olmuşdur. Bütün həyatı boyu ona pənah gətirənlərin gözlərinə şəfa verən Zərifə Əliyevanın alim kimi xidmətlərində bir məqam diqqəti xüsusi cəlb edir. O, malyariya və troxomaya qarşı fədakarlıqla mübarizə aparan atası Əziz Əliyevin yolunu uğurla davam etdirmiş, oftalmologiya elminə çox böyük töhfələr vermişdir. Zərifə xanım Əliyevanın fəxri adları, elmi titulları, mükafatları olduqca çoxdur. Bu adların hər biri qürur, iftixar mənbəyidir. Lakin bu adlar sırasında ən şərəflisi ana adıdır. Qeyri-adi bir ana olaraq, o, Zərifə xanım övladlarına münasibəti daha xüsusi idi. Ona edirdisə böyük sevgi ilə edirdi. Onun sevgisinin gücü öz ailəsinin hüdudlarında daha çox duyulurdu. Çox güclü bir xarakterə malik olan bu nəcib insan, hətta ömrünün son günlərini yaşadığını biləndə belə, ölümün gözünün içine dik baxmağı bacarmışdır. 1985-ci il aprel ayının 15-də Moskva şəhərində vəfat edən Zərifə xanım Əliyevanın cənazəsi 1994-cü ildə Moskvanın Novodevitsi qəbristanlığından Bakıya gətirilərək Fəxri Xiyabanda atasının məzarının yanında dəfn olunmuşdur. Bütün ömrünü insanlara xidmət, işinə sərf etmiş bir insanın bugün aramızda olmamasına inanmaq çox çətindir. Lakin görkəmli alimin, xeyirxah insanın, qayğıkeş ananın adının xalqımızın yaddaşında əbədi həkk olması bugün hər bir Azərbaycanlı üçün təsəvvür edici məqamdır. Efirimizin də sonuna gəldik. Efirimizin dəyərli izləyiciləri, bugünkü radyo buraxılışımızı izlədiyiniz üçün təşəkkürlər. Sağ olun, salamat qalın.